Salam dəyərli abituriyentlər, əziz şagirdlər. Mən Emil müəllim Səyev. Bu gün sizə OTK sınağını izah eləyəcəm 11-ci siniflər üçün. Başlayaq birinci sualdan. Sırasının moda və medianın həndəsi ortasını tapın. Həndəsi ortasını. Moda ən çox təkrarlanan ədədidir. Burada ən çox təkrarlanan ədəd qeyd edəcəyik ki, ən çox təkrar ədəd 9-dur. Ona görə bizim modamız 9-dur. Median isə üçbucaqda mediandan xatırlayın ki, median tərəfi yarıya bölürdü. Yəni ortada duran hədd lazımdır bizə. Ortada duran hədd burada əgər sıra tək saydadırsa 1, 2, 3, 4, 5, 6, 7 dənə hədd var. Onda ortada duran hədd bura mediandır. Bura mediandır. Median burada özdə medianda nəzərə almaq lazım ki, ardıcıl şəkildə düzülmə olmalıdır. Yəni azdan çoxa doğru düzülmə olmalıdır. Burada da azdan çoxa doğru onsuz da düzülüb. Ona görə medianımız bizdə burada 4-dür. Bizdən deyir onların həndəsi ortasını tapın. İki ədədin həndəsi ortasını tapmaq istənsə kök altında hasilləri. Buraya eləyəcək bizdə kök altında 36 və buradan çıxacaq bizdə nə? 6. Birinci sualda bizim cavabımız olacaq C variantı. Keçək növbəti suala. Paralelogramın təpə nöqtələrinin koordinatları verilib. Deməli, A plus B cəmini tapın. Bax, bu sualdan bizim test toplumumuzda da var və bizim test toplusunda olan sualdandır. Həmişə də biz şagirdlərə izahda da vermişik ki, adətən bunları ən gözəli diaqonalların kəsişmə nöqtəsinə görə işləməkdir. Düzdür, başqa yolla da olar, amma diaqonalların kəsişmə nöqtəsinə görə işləsək daha faydalıdır. A nöqtəsi bizdə 2, -2-dir. B nöqtəsi bizdə -4, 6-dır. C nöqtəsi bizdə -1, 3-dür. İndi mən ardıcıllığı pozuram, ola bilər ki, məsələn, belə deyək də, təsvir olaraq ABCD paralelogramı belə yox, əks tərəfə təsvir olunub, elə də ola bilər. Və D nöqtəsinin koordinatları AB-dir. Əsas məna etibarı ilə mənim sizə demək istədiyim burada bir O nöqtəsi var. O nöqtəsi bilirik ki, diaqonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, O nöqtəsi A və C-nin orta nöqtəsidir. Orta nöqtənin koordinatlarını necə tapırlar? Uyğun koordinatlarının cəminin yarısı. Yəni burada 2-dir. 2 plus -1 bölü 2. Orta O nöqtəsinin koordinatları. 2 üzərinə gəlsin -1 bölünsün 2. Bir də y isə uyğun koordinatların cəminin yarısı dedikdə -2 plus 3 bölünsün 2. Yəni burada olacaq -2 plus 3 bölünsün 2. Həmin bu O nöqtəsi həm də B və D parçasının orta nöqtəsidir. B və D parçasının orta nöqtəsi olduğuna görə həmin O nöqtəsinin koordinatlarını həm də -4 üzərinə gəlsin A bölünsün 2 kimi tapırlar. Yəni buranın cavabı elədir 2-də 1. Həmin bu 2-də 1 -4 plus A bölünsün 2 bu bərabərdir 2-də 1-ə. Və bundan əlavə 6 plus B bölünsün 2. 6 plus B bölünsün 2 də bizdə bərabərdir və buna. Yenə 2-də 1 eləyir burada. Buradan 2-lər getdi. B bərabərdir nəyə? -5-ə. B-nin -5 olduğunu aldıq. Buradan 2-lər getdi. A bərabərdir nəyə? 5-ə. 5 -5 olduğunu tapdıq. Demək, A-mız oldu 5, B-miz də oldu -5. İndi bizə deyir ki, A plus B cəmini tapın. A plus B cəmi 5 ilə -5-i toplayaram, eləyər 0. Yəni bu sual üçün cavabımız olacaq bizim D variantı. Keçdik növbəti suala. Bu da dəfələrlə işlənilən sual tipidir. Dəfələrlə işlənilən sual tipidir. Deməli, ABC üçbucağında BD tənböləndir. Yəni buraya yazarıq alfa alfa. DY AB-yə paraleldir. BY-ni verib bizə 3. YS-ni verib bizə 6. Bizdən AB tərəfinin uzunluğunu deyir tapın. AB tərəfinin uzunluğunu. Paralellik ya oxşarlığa görə verilir, ya da bucağa görə verilir. Məsələn, burada bu tərəfi bu tərəfə paralel verib. 2 paralel xətt, bu da onların kəsənidir. Onda deyərik ki, daxili çarpaz bucaqlar bərabərdir. Yəni buradakı alfa bərabərdir buradakı alfaya. Çünki daxili çarpaz bucaqlardır bunlar. Onda bu üç bucaq bərabər yanlıdır. Bura 3-dürsə, burada 3-dür.
Bunu yapıştırdık bura. Bundan əlavə AB tərəfinin uzunluğunu soruşur. AB tərəfinin uzunluğuna deyərəm x. AB tərəfinin uzunluğuna dedi x. Onda yaza bilərik ki biz tənbölənin xassəsinə görə də yaza bilərik və ya deyə bilərik ki biz oxşarlığa görə də yaza bilərik. Oxşarlığa görə necə yaza bilərik? Üçbucağın hər hansı tərəfinə paralel olan xətt ondan oxşar üçbucaq ayırır. Yəni bu balaca üçbucaq var ha. DYS üçbucağı. DYS üçbucağı oxşardır ABS üçbucağına. Yadınızda saxlayın ki, üçbucağın hər hansı tərəfinə paralel olan xətt ondan oxşar üçbucaq ayırır. Onda oxşarlıq nə deməkdir? Fiqur ya böyüyüb ya da kiçiyib də, yəni oxşar üçbucaqdır ona. Məsələn, uyğun tərəflərin nisbətləri bərabərdir. Onda yazası olsan ki, böyük üçbucağın tərəfinin, bu tərəfinin x-in, kiçik üçbucaqda bu tərəfə 3-ə olan nisbəti, böyük üçbucaqda bu tərəfin 9-un, kiçik üçbucaqda 6-ya olan nisbətinə bərabərdir. Və buradan çarpaz burası olsaq, 6x bərabərdir 9 vurulsun 3-ə. 2x bərabər 9-a, x bərabərdir 4,5. Bizdən x-i soruşduğu üçün cavabımız oldu 4,5. Getdik növbəti suala. Sinus kvadratı x bölü 2'dir ha. Sinus kvadratı x bölü 2. 2 tane sinus kvadratı x bölü 2. Buradan alırsan ki sinus kvadratı x bölü 2. Bunu təzədən yazdım bura. Sinusun dərəcə azalması var əziz şagirdlər. Ən çox istifadə olunanlardan biridir. 1 çıxılsın kosinus 2 alfa bölü 2. Onda bunun üçün dərəcə azalma yazsaq 2 vurulsun 1 minus kosinus 2 alfa. Kosinus bunun 2 misli. Bunun 2 misli kosinus x bölünsün 2 bərabərdir 1'ə. 2'lər getdi. 1 çıx kosinus x bərabərdir 1'ə. Onda kosinus x bərabərdir 0'a. Kosinus funksiyası 0 almağı bu xüsusi aldı. 0 alırdı. Harda? 0 alır bir burada bir de burada. Vahid çevrə üzərində görsətsə. Pi bölü 2 plus pi k'larda. Pi bölü 2 plus pi k. Bu xüsusi aldı əzbərə bilinməlidir. Cavab pi bölü 2 plus pi k'lar. 4 getdi. 35. ABS düzbucaqlı üçbucağında ASB 90 dərəcədir. Aha. Bucaq B 40 dərəcədir. 40'dır. Bura 90'dır. Onda burada dərhal 50 deyərəm. SM mediandır. Düz bucaq təpəsindən çəkilmiş median möhtəşəm üçlünü xatırladır bizə. Möhtəşəm üçlünü xatırladır. Yəni bunlar üçü də bir-birinə nədir? Bərabərdir. Onda rahatlıqla deyə bilərik ki, AMS bucağını soruşur bizdən. Bura 40 dərəcədirsə deyə bilərik ki, bura da 40 dərəcədir. Çünki bu üçbucaq bərabər yanlı üçbucaqdır. Xarici bucaq özünə qonşu olmayanların cəminə bərabərdir. Yəni bura 40'dır, burada 40'dır, onda bura olacaq bizdə 80 dərəcə. Xarici bucaq özünə qonşu olmayanların cəminə bərabərdir. Cavabımız oldu 80 dərəcə. 35-ci sualda. Gəldik 36-cı suala. Funksiyanın qrafiki ola bilər. Funksiyanın qrafiki ola bilər. Bu bir üslü funksiyadır. Üslü funksiyada A üstündə x-ə baxmaq lazımdır. A üstündə x-də əgər A 1-dən böyük olanda funksiya olurdu artan. Qrafik olurdu belə. Əgər A 0 ilə 1-in arasındaysa funksiya olurdu azalan. Qrafik olurdu belə. Burada kök altında 3 plus 1 bu 1-dən böyük ədəddir. Ona görə də üslü funksiyamız nədir? Artandır. Artandırsa burada da hansı variantdır? 0 sol çiyindən sağ çiyinə yuxarı gedir. Yəni bizdə olur B variantı. Bizdə olur B variantı. Gəldi bura x kiçikdir 1 olduqda ifadəsini sadələşdirin. Bax dostum, kökün altında x'in kvadratı çıxılsın x çıxılsın 1. Üstünə gəlinsin kökün altında bax bu ifadə bizdə x minus 2'nin mötərizə kvadratıdır. Onda x'in kvadratı çıxılsın x çıxılsın 1. Üstünə gəlinsin.
Kök altında kvadratdan biz bilirik ki nə çıxır? Modulda çıxır. Və buradan da aşkardır ki, x 1-dən kiçik olduğuna görə 2-dən də kiçikdir. Onda yerləri dəyişir. X kvadratı minus x minus 1 üstünə gəlinsin 2 minus x. Və beləliklə x'in kvadratı çıxılsın 2x. Üzərinə gəlsin bura nə eləyir? 1. Və bura bizdə x minus 1-in mötərizə kvadratıdır. Kökün altında kvadratdan modulda çıxır. X çıx 1. X 1-dən kiçik olduğuna görə ona görə yerləri dəyişir, olur 1 minus x. Yəni burada uyğundur bizdə A variantı. 37-ci sual. 38-ci sual. Əkob A, B-ni deyir tapın. Gördüyünüz kimi ədədlərin hər ikisi sadə vurğulara ayrılmış şəkildədir. Əkobu tapanda sizə demişdim ki, üstlərdən böyüyünü götürürlər. Əbobu tapanda isə kiçiyini götürürlər. Bax, 2-nin kvadratı 2. Buradan nəyi götürərsən? Əkob A-B-ni tapanda. 2-nin kvadratını. Əkobu tapanda böyüyünü, əbobu tapanda kiçiyini. Bax, 3 və 3-ün kvadratı var. Buradan nəyi götürərsən? 3-ün kvadratını və 5-in kvadratını götürərsən. Vəssalam. 4 vur 9 vur 25. Eləyər 900. Bu da uyğundur bizdə C variantı. 38-39. Bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Bərabərsizlik adi bir rasional bərabərsizlikdir. Rasional bərabərsizlik həll etmək üçün həm sürətin, həm məxrəcin sıfıra çevriləcəyi qiymətləri yazırsan. Sürət 9-da sıfıra çevrilir. İçini doldurursan, çünki qeyri-ciddi bərabərsizlikdir. Məxrəc isə 3-də sıfıra çevrilir. Heç vaxt məxrəcin içi zaten dolu olmur. Hər zaman boş olur. X-ların əmsallarına baxırsan. Burada mənfidir, burada müsbətdir. Mənfini müsbətə vuranda mənfi, müsbət, mənfi. Bizə lazımdır sıfırdan böyüklər, yəni müsbət olan yer. Müsbət olan yerdə buradır. 3-dən 9-a kimi ədədlər. 3-dən 9 daxil ədədlər. Deyir, ödəyən tam ədədlərin cəmini tapın. 3-dən 9-a kimi tam ədədlərin cəmi 4, 5, 6, 7, 8, 9. Bunları toplamaq lazımdır. 7, 8, 15, o da 5, 20. 20, o da 10, 4, o da 6, 10, 30, plus 9, 39. Yəni 39'da cavabımız oldu 39. Getdik növbəti suala uşaqlar. Belə bir trapesiya sualı var. Trapesiya sualı var. Bucaq D-ni verib 45 dərəcə. AD oturacağının uzunluğunu tapın. Adəti üzrə trapesiyada hündürlükləri çəkəcəyik. Buradan bir hündürlük çəkəcəm. Buradan da bir hündürlük çəkəcəm. Hündürlük çəkəndən sonra göründüyü kimi 45 dərəcədir. Bu sağdakı üç bucaq necə üç bucaqdır? Bərabər yanlı düzbucaqlı üç bucaqdır. Bərabər yanlı düzbucaqlı üç bucaqdırsa əgər, bərabər yanlı düzbucaqlı üç bucaqdırsa, bura 45 dərəcədirsə, bura da 45 dərəcədir. Onda bura A, burada olur A kökdə 2. A kökdə 2, 4 kökdə 2 isə A 4. Bura 4'dür. Və belə bir şey deyək ki, sənə bura əgər 3'dürsə, bura da 3'dür. 3'dür. Bura 4'dürsə, deyirsən ki, bura da 4'dür. 5'dir, 4'dür. Pifagor eləyəsi olsan, onda buranı da taparsan necə? 3. Və bizdən AD oturacağını soruşur. AD oturacağı görsəndiyi kimi 3 plus 3 plus 4'dür. Yəni 10'dur. 40-cı sualda cavabımız olacaq bizdə A variantı. 41-ci sual ifadəsini sadələşdirin. Bu ifadəni sadələşdirmək istəyirsənsə bu ikisindən çıxardaram x'in kvadratını. Olar x plus y. X plus y. Çıxılsın. Bu ikisindən mənfini çıxartsam. X plus y. Aşağıdakından buradan x'i çıxartsaq. X kvadratı çıxılsın 1. Sürətdə hər ikisində ola biləcək x plus y-i çıxartsaq. Qalacaq x'in kvadratı çıxılsın 1.
Aşağıda da x vurulsun, x'in kvadratı çıx 1. X'in kvadratı çıx 1'lər getdi, qaldı. X plus y bölünsün x. X plus y bölünsün x. Bu da bizdə uyğundur D variantı. 41 də getdi. Getdik 42-ci suala. Deyir, kvadrat tənliyin köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tapın. Kvadrat tənliyin köklərindən biri m olarsa, tənliyin kiçik kökünü tapın. Viyyətdən də istifadə edib yazmaq olar və ya belə eləyək də. Demir, tənliyin köklərindən biri m-dir. Tənliyin kökü x-dir da. X deyir m-ə bərabərdir. Gətir qoy da x-in yerinə. X-in yerinə gətir m qoy. Onda olacaq m-in kvadratı çıxılsın. M plus 1 vurulsun m. Üzərinə gəlsin 5 bərabərdir 0-a. Olacaq m-in kvadratı çıxılsın m-in kvadratı minus m plus 5 bərabərdir 0-a. M kvadratları getdi. Buradan m bərabərdir 5-ə. M-imiz 5-dirsə əgər, onda bu tənliyimiz necə olacaq onu yazaq. X kvadratı m 5-dir deyə. Minus 6x plus 5 bərabərdir 0. Cəmi 6 viyyətə görə. Hasili 5 ola biləcək ədədlər 5 və 1-dir. Tənliyin kiçik kökünü tapın 1. Oldu Y variantı. İfadəsinin qiymətini hesablayın. Bunu da bilirik ki, hamımız bilirik. 1 bölünsün dövrdə 2. Dövrdə 2, 9-da 2-dir. Üstünə gəlinsin 1 bölünsün 0-dan dövrdə 5, 9-da 5-dir. Bölünsün 0-dan 9-da 7. Dövrdə 7-dir bu. 9 qalxır dəyər yuxarı olur. 9 bölünsün 2. Üstünə gəlinsin. 9 qalxır dəyər yuxarı olur. 9 bölünsün 5. Bunu vurma eləyib tərsinə keçirəm. Tərsinə keçəndə olacaq. Burada 9 qalxacaq yuxarı. 7 düşəcək aşağı. İndi hesablayacağıq dostlar. İndi hesablayacağıq. Hesablasaq əgər içərini ortaq məxrəcə gətirsək. Bunlar üçün ortaq məxrəc 10-dur. 10 2-yə bölünür 5 dəfə 9 45. Üzərinə gəlsin. 15-ə bölünür 2 dəfə 9 18. Vurulsun 9 bölünsün 7. 45-in üstünə 18 gəlirsən. 45-in üstünə 18 gələndə bizdə nə qədər eləyir? Onu yazaq. İxtisar getmir hə burada nəsə. 45-in üstünə 18 gəlir. Hə gedir. 45-in üstünə 18 gələndə bizdə eləyəcək. Deməli 63 bölünsün 10 vurulsun 9 bölünsün 7. 7 ilə 63 getdi. 9 dəfə oldu. 81 böl 10. Bu da eləyər 8,1. Yəni bu da uyğundur D variantına. 44-cü sual. Tangens 60 dərəcə bölünsün sinus 20 çıxılsın 1 bölünsün kosinus 20. Qəşəng suala oxşuyur, gəlin baxaq görək. Tangens 60 dərəcə bizdə var da. Tangens 60 dərəcə bizdə kökdə 3. Sual belə də hesab edin. Kökdə 3 bölünsün sinus 20 dərəcə çıxılsın 1 bölünsün kosinus 20 dərəcə. Ortaq məxrəcə gətirsək, ortaq məxrəc sinus 20 dərəcə vurulsun kosinus 20 dərəcə. Sürətdə olacaq kökdə 3 kosinus 20 dərəcə. Çıxılsın sinus 20 dərəcə. Sürət sizə tanış gəlməlidir. Sürət sizə hardan tanış gəlməlidir? Dəfələrlə biz sizə izah eləmişik ki, A sinus x plus B kosinus x şəklində verilən funksiyalarda bunlardan ən böyük qiyməti belə tapırlar. Kökün altında A kvadratı plus B kvadratı. Bu şəkildə verilən funksiyalarda hamısında ƏBG-yə vurub bölmək lazımdır. Bunun ƏBG-sini tapırsan, bunun ƏBG-si ən böyük qiyməti kökün altında kökün kvadratı 3 plus 1. 4 yəni 2-dir. 2-yə vurub bölmək lazımdır. Onda 2-yə vurursan bir də bölürsən. Kökdə 3 bölünsün 2, kosinus 20 dərəcə çıxılsın. 2-də 1 sinus 20 dərəcə. Bölünsün, görürsən ki, bu düstura oxşuyur. Bunun nəyi çatmır?
İkisi çatmır. 2'ni özündən versən bura, yazsan ki 2 dənə sinus 20 dərəcə, kosinus 20 dərəcə. Özündən 2-yə vurduğun üçün sürət də vurursan da. Bir kəsrin sürətin məxrəzin vursansa sürətini də vurmalısın da eynidir. Onda rahatlıqla yazma olar ki, bura bizdə 2 sinus alfa kosinus alfadır. Yəni sinus 40 dərəcədir. Sürətdəki 4 vurulsun. Kökdə 3 bölü 2'nin yerinə burada kosinus var da sinus yazırsan. Sinus 60 dərəcə, kosinus 20 dərəcə. Çıxılsın. Burada sinus var, bunun yerinə kosinus yazsın. Kosinus 60 dərəcə, sinus 20 dərəcə. Aydındır ki, yuxarı bizdə düsturdur. Yuxarını görmək olar ki, bura sinus alfa çıx bettanın düsturudur. Sinus alfa çıx bettanın düsturudursa, onda olacaq 4 dənə sinus 60 dərəcə çıxılsın 20 dərəcə. Bölünsün sinus 40 dərəcə. Göründüyü kimi bunlar bir-birini aparır. Cavab qalır 4. Cavab qalır 4. Bitdi, getdi. 45. Çoxluğun 2 elementli alt çoxluqlarının sayı 3 elementli alt çoxluqların sayının neçə faizidir? Uşaqlar, n elementli çoxluğun k elementli alt çoxluqlarının sayına kombinizon n'dən k deyilir. Məsələn, çoxluğun bütün alt çoxluqlarının sayı 2 üstündə n'dir. Amma bizə lazımdır 2 elementlilər. 2 elementli məsələn tutaq ki 3 5, bizə lazımdır 3 6, 3 7. İndi durub bunları bir-birə saymaq olmaz da. 2 elementli dediği üçün burada neçə ədəd var? 1, 2, 3, 4, 5, 6 ədəd var. 2 elementlilərin sayı kombinizon 6-dan 2-yədir. 3 elementlilərin sayı kombinizon 6-dan 3-sədir. Deyir, 2 elementli alt çoxluğun sayı 3 elementli alt çoxluğun sayının neçə faizidir? 2 elementliləri kombinizon 6-dan 2'ni bölürsən kombinizon 6-dan 3'ə neçə faizdir? Vurursan 100 faiz. Kombinizon 6-dan 2 keçməmişiksə də əgər keçəcəyik uşaqlar. Hələlik məsələn mən qruplarıma keçməmişik, kombinizonu keçməmişik. Kombinizon 6-dan 2 sadə hesablama yolu ilə eləyə bilərik, düsturu ilə yox. 6-dan başlayaraq 2 element yuxarıda geriyə sayırsan. 6 vurulsun 5 bölünsün 2 faktorial. 30 bölünsün 2 eləyər 15. 2 elementlilər 15 dənədir. Kombinizon 6-dan 3'ə. 6'dan başlayaraq 3 dənə element geriyə sayırsan. 6, 5, 4. 3 element saydın. Bölürsən 3 faktoriala. 3 faktorial bizdə 1 vur, 2 vur 3 deməkdir. Yəni 6 deməkdir. Burada bizdə 20. Vurulsun 100. Bundan bu getdi. 5 dəfə cavabımız oldu. 75 faiz. Burada cavabımız oldu 75 faiz. Yəni bu sual üçün cavab 75 faizdir. 45-46. ABCD dördbucaqlısının xaricinə çevrə çəkilmişdir. Əgər xaricə çevrə çəkilmişsə bu dördbucaqlının qarşı bucaqların cəmi 180 dərəcədir. Məsələn, bura 65 dərəcədirsə, bundan qarşı olan bu bucağı alfa deyək. Alfa ilə 65 dərəcənin cəmi 180-də bərabərdir. Alfa bərabərdir 115 dərəcə. Həmçinin bura 80-dirsə, bura bir beta yazsam, 85 ilə betanın cəmi bizdə 180 dərəcədir. Onda beta bərabərdir nəyə? Betamız deyəcək ki, 95 dərəcədir. Belə. Bucaq A çıxılsın bucaq D. Bucaq A dediyimiz bucaq A alfadır. 115 dərəcə. Çıxılsın bucaq D. Bucaq D dediyimiz betadır. Beta da 95 dərəcə. 115 dərəcə çıxılsın 95 dərəcə. Bu da bizə eləyəcək 20 dərəcə. Cavabımız 20. 46-cı sual getdi. 47-ci sual loqaritmik tənliklərə aid sualdır. Və biz burada hamısını 2 əsasdan görsədək. Məsələn, kökdə 2 əsasdan nə deməkdir? Loqaritma 2'nin üstündə 2'də 1. Üstünə gəlinsin loqaritma 2 əsasdan x. Üstünə gəlinsin 2 vurulsun loqaritma 4'ü yazarsan 2'nin kvadratı x bərabərdə 32.
Aydındır ki, buradan bu 2'də 1 olduğu kimi gəlir qabağa. Buradan bu 2 tərsinə çıxır qabağa. Yəni buradakı bu 2 tərsinə gəlir qabağa, aşağıya gəlir. Artıq buradan 2-ni silə bilərik rahatlıqla. 2 ilə 2 bir-birini apardı. Gördüyün kimi hamısında nə var? Hamısında loqaritma 2 əsasdan x var. Loqaritma 2 əsasdan x-i çölə çıxartsam, onda belə olacaq. Loqaritma 2 əsasdan x-i çölə çıxardanda qalacaq. Üzr istəyirəm. Bu kökdə 2-nin üstündə 2-də 1-dir. 2-də 1 qabağa 2 kimi gəlir. Hə? Mən bunu səhvən eləmişəm. İndi gördüm yaxşı ki. Bu 2 kimi gəlir qabağa. Hə, qalır 2 plus 1 plus 1 bərabərdir 32-yə. 2 plus 1 plus 1. Buraya eləyir bizdə 4. 4 dənə loqaritma 2 əsasdan x bərabərdir 32-yə. 32 ilə 4 getdi. Loqaritma 2 əsasdan x bərabərdir 8-ə. Onda x bərabərdir 2-nin üstündə 8. 2-nin üstündə 8 nə deməkdir? 2-nin üstündə 5 vurulsun, 2-nin üstündə 3 deməkdir. 2-nin üstündə 5 32-dir. 2-nin üstündə 3 də 8-dir. 32-ni 8-ə vuranda 256. Cavab 256'dır bu sual üçün. 48. Tərəflərinin uzunluqları tam ədədlər olan ABCD və MNKD kvadratları. Kvadrat deyir uşaqlar. Kvadrat deyirsə gəlin bu balaca kvadrata bir dənə A deyək tərəfinə. Böyük kvadratın tərəfinə bir B deyək. Onda ştrixlənmiş hissənin sahəsi 23'dür. Ştrixlənmiş hissənin sahəsinizi tapacağıq. Əlbəttə ki, böyük kvadratın sahəsindən kiçik kvadratın sahəsini buranı çıxarıq. Yəni A kvadratını çıxarıq. Bu bərabərdir ştrixlənmişə, yəni 23'ə. MNKD kvadratının perimetrini soruşur bizdən. MNKD kvadratın perimetri. Bunu bir dəfə çıxma eləyəcəyik. B çıxılsın A, bir də B plus A. Bərabərdir 23. Adam özü bizə deyir ki, tərəflərinin uzunluqları tam ədədlərdir. Tam ədədlərdir. Hansı tam ədədlərin hansı 23'dür? 1 ilə 23'ün. Təbii ki, çıxmanı 1-ə bərabər eləyərsən, toplamanı 23'ə bərabər eləyərsən. Başqa variant yox. Tərəf-tərəfə toplasam, 2B bərabərdir 24'ə, B bərabərdir 12'yə. B'miz 12 elədi. 12'dən nə çıxanda 1 eləyir? 11. A'mız da elədi 11. MNKD kvadratının perimetrini soruşur. Bunun perimetri. Bunun perimetr MNKD. Bu 4 adı. Cavabımız 44. Bu sual üçün cavab 44. 48'in sualda belə getdi. 49. Belə bir məsələdir. Bəli, hər zaman bir məsələ düşə bilər. Uşaqlar düşəcək də daha doğrusu. Elə hər birinizin buraxılış imtahanında belə bir məsələ düşə bilər. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5'də 2 hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Qutu sayına gəlin deyək bir dənə x. Qutuların sayı olsun x. Qutuların sayı olsun x. Hədiyyə qutularının 5'də 2 hissəsi hər gün 40 qutu. 5'də 2 hissəsi 40 qutu. Qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. 44 günə bitirilməlidir. İndi məsələni burada başa düşmək lazım. Məsələni burada başa düşmək lazımdır ki, məsələni doğru həll eləyə bilərsən, 44 günə bitirilməlidir. Günə bitirilməlidir. Deyir, qutularının 5'də 2 hissəsi hər gün 40 qutu. Qutuların 5'də 2 hissəsi 5'də 2x. Qalan hissəsi isə hər gün 50 qutu. Qalan hissəsi 5'də 2 hissəsi gedibsə 5'də 3 hissəsi. Bax, hədiyyə qutularının 5'də 2 hissəsi hər gün 40 qutu.
40 qutu. Qalan hissəsi isə hər gün 50 qutu paylanmaqla 44 günə bitirilməlidir. Bir günə paylanan qutuların, belə deyək də, 5-də 2x bölünsün 40, üzərinə gəlsin 5-də 3x bölünsün 50, toplam eləyəcək bizdə nə? 44 günə. Elə bil ki, məsələn tutaq ki, indi ola bilər ki, bu tənliyi başa düşmədilər. Şagirdlər başa düşmədilər. Müəllim burada niyə bunu böldü? Yazdı. İndi bura bax. 5-də 2 hissəsi tutaq ki, qutuların 5-də 100 dənə qutu var. Onun 5-də 2 hissəsi. 5-də 2 hissəsi nə deməkdir? 100-ün 5-də 2 hissəsi indi 40 eləyir də, hə. 100-ün 5-də 2 hissəsi 40. 200 götürək. 200-ün 5-də 2 hissəsi bu 80 eləsin. 80 qutu hər gün 40 qutu. Bax, 80 qutu paylanmalıdır. Hər gün yazıb ki, hər gün 40 qutu. Hər gün 40 qutu paylanırsa neçə günə paylanacaq bu? 80 dənə qutu var. 40 günə paylanırsa 2 gün. Hardan tapdın 2-ni? 80-i 40-a böldün. Ay sağ ol. Ona görə mən də 5-də 2x-i 40-a böldüm. Bu oldu neçə günə paylanar. Ümid eləyək ki, bizim fikrimiz aydındır hamıya. Ümid eləyək ki, ortaq məxrəcə gətirirsən, 40 ilə 50 üçün ortaq məxrəc. Bu ümumiyyətlə, bu 5-i sala bilərsən aşağı. 5-də 2x-i 40-a bölürsən də. Bu 5-i də salırsan aşağı. Burada eləyəcək 200, yuxarıda 2x, üzərinə gəlsin. Burada eləyəcək 3x, burada eləyəcək 250, bərabərdir 44-də. 44-də. Belə yaza bilərsən. Və ya belə xoşun gəlmirsə, belə işlə də. 40 ilə 50 üçün ortaq məxrəc götür. 40 ilə 50 üçün ortaq məxrəc nədir? 200-dür. 240-a bölünür 5 dəfə. Məxrəcə bölüb sürətə vurursan. Bunu vurmalısan 5-ə. 5-ə vuranda eləyəcək 2x. Üstünə gəlinsin. 250 məxrəcə bölüb sürətə vurursan. Eləyəcək 5-də 12x bərabərdir 44-də. Yuxarıda eləyəcək bizdə 5-də 22x bölünsün 200 bərabərdir 44-də. Bunu da çarpaz vurarıq da. 22x, bunu hardan yazaq? 22x bölünsün 5 bərabərdir 200 vurulsun 44. Burada ixtisar gedirsə ixtisar aparaq da. 2 ixtisar ilə 11, 2-yə 100 dəfə. 11x bərabərdir 5 vurulsun 100 vurulsun 44. 11 ilə 44 gedir 4 dəfə. Burada olur 2000. Qutuların sayı nə qədər imiş? 2000. Yəni qutuların ümumi sayını tapın deyir. Qutuların ümumi sayı bizdə 2000 dənə qutu var imiş. Ümid eləyək ki, ən başda yazdığım 5-də 2x bölünsün 40-ı başa düşdünüz. Burada misal da gətirdim sizə. 80 qutu var, hər gün 40 qutu paylayırsan. Onda neçə günə bitirərsən, günü necə tapırsan? 80-i bölürsən 40-a. İndi qutuların 5-də 2 hissəsi hər gün 40 qutu. Yəni 5-də 2x-i bölərsən 40-a, günün sayını taparsan. 9. Gəldik 50 nömrəli suala. ABCD rombunda AM BM bərabərdir. AM BM bərabərdir. MN AD-yə perpendikulyardır. AN-i verib bizə 2, ND-ni verib bizə 6. CM parçasının uzunluğunu tapın. CM parçasının uzunluğunu bizdən soruşur. Və biz burada indi işləyək də. Bu tərəf bizdə 8-dirsə, burada yuxarıda bizdə 8-dir. Lap yaxşı, yazdıq 8. Romdur da bu. Romdursa bu tərəfdə 8-dir. Onda bura oldu 4, 4. 4, 4 bölündü. Bura 2-dir. Bura 4-dür. Bura bax. Buradakı üçbucaqda məsələvi həll eləməlisən. Bu balaca üçbucağı görsən. Katet 2-dir. Hipotenuz 4-dür. Katet 2-dir. Hipotenuz 4-dür. Onda bu bucaq neçə dərəcədir bizdə? Bu bucaq bizdə 30 dərəcədir. Üzr istəyirəm. O bucaq yox daha doğrusu. Katet 2-dir. Hipotenuz 4-dür. Onda o
üzbəyüz baxan bucaq. Bu bucaq 30 dərəcədir. İti bucaq 60 dərəcə. İtisi 60 dərəcədirsə əgər, onda bu kör bucaq nə qədərdir bizdə? 120 dərəcə. 120 dərəcədirsə, onda elə dərhal yuxarıdakı üst bucaqda nə yazaq? Bu üst bucaqda. Kosinuslar teoremi yazaq, uzatmayaq məsələni. Dərhal kosinuslar teoremi. Bucaq var, qardaş. Tərəfi tapmaq istəyən kosinuslar teoremini yapışdır ora. Yazarsan x-in kvadratı bərabərdir 4-ün kvadratı plus 8-in kvadratı. Çıxılsın 2 vurulsun, 4 vurulsun, 8 vurulsun, kosinus 120 dərəcə. Onda x-in kvadratı bərabərdir 16, üzərinə gəlsin 64. Çıxılsın. Kosinus 120 dərəcə ikinci rubun bucağıdır, mənfidir. Kosinus 120 dərəcə sinus 30 dərəcə deməkdir. Yəni 2-də 1 deməkdir. 2-də 1 ilə 2 getdi. Burada qaldı 32. Onda x-in kvadratı bərabərdir 16, o da 64 plus 32. 16 plus 64 plus 32 bizdə nə qədər eləyir? 112 eləyir. 80. Bura 80, o da 32, 112. X də bərabərdir kök altında 112. 112-ni yazaram. 16 vurulsun 7 kimi. Bu da eləyər 4 kökdə 7. X-i tapın 4 kökdə 7. Məncə hesab səhvimiz də yoxdur. Kifayət qədər də doğru həll elədik. 50 getdi 51. Bərabərsizliklər sisteminin yeganə həlli var. Deməli, x böyüdür, bərabərdir A-dan. X kiçikdir, bərabərdir B-dən. Sisteminin yeganə həllinin olması üçün A bərabərdir B şərti ödənməlidir. Buradan indi x-i tapaq. 2x böyüdür, bərabərdir m çıxılsın 3-dən. 3-ü gətirdik bu tərəfə. Onda x böyüdür, bərabərdir m çıx 3 bölü 2-dən. Aşağıdakında 2x kiçik bərabərdir 4-ü gətirdik bu tərəfə. M plus 4-dən. Onda x kiçikdir, bərabərdir m plus 4 bölünsün 2-dən. Bu sistemin yeganə həllinin olması üçün bunları bir-birinə nə eləyərsən? Bərabər eləyərsən. M çıx 3 bölünsün 2-ni bərabər eləyərsən m plus 4 bölünsün 2-yə. Buradan 2-lər getdi. M çıxılsın 3 bərabərdir m plus 4. N-i də gətir bu tərəfə. M çıxılsın n 3-ü apar sağa. 3 plus 4. Yəni 7. M çıx m fərqi 7. 51 nömrəli sual getdi. 52 nömrəli suala gəlin baxaq. Çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunub və C təpəsindən təpə nöqtəsindən keçir. BY-ni bizə 4 verib. BY-ni 4 verib. Buranı 4 verib. YC-ni bizə 5 verib. Bərabər tərəfli üçbucaq daxil. Hər tərəf belədir də. Yəni hər tərəf 9. AD parçasının uzunluğunu soruşur. X-i soruşur. Buranı deyir ki, AD-nin uzunluğunu deyir tap. Gəl onda biz də AD-nin uzunluğunu tapağım. Görək hardan tapa bilirik AD-nin uzunluğunu. AD-nin uzunluğunu görək biz hardan tapa bilərik. Ümumilikdə bu tərəf bütövlükdə 9-dur da. Bu tərəf bütövlükdə 9-dur. Bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqdır. Onda nədən istifadə edək? Dərhal bura bir dənə x deyək. Bura bir dənə x deyək. X deməkdə A deyək. Buradan bura qədər məsafəyə. Bir dənə toxunan var. Bir dənə də kəsəndir. Toxunan və kəsənin xassəsi var idi. Xatırlayın. Çevrədə toxunan və kəsən var. Toxunan və kəsənin xassəsi belə idi. Bura AB, C, D. AB-nin kvadratı bərabərdir AC vurulsun AD. Onda A-nın kvadratı bərabərdir 4 vurulsun 9-a. Onda buradan A-nı taparsan ki, A-nın kvadratı 36-dır, A da 6-dır. Buranı A-nı 6 tapdın. Ümumi 9 deyildi. Onda bura nə qaldı? 3. Bizdən X-i soruşur. AD parçasını soruşur. AD cavabımız 3'dür.
funksiyasının qrafiki absis oxunu A və B, ordinat oxunu C nöqtəsində kəsir. A 2 0 olarsa B və C nöqtələrinin absislərinin cəmini tapın. A 2 0 deyil, 2 0-dan keçmir. Birinci koordinat x-i göstərir, ikinci koordinat y-i göstərir. Gətir qoy yerinə. X-in yerinə 2 qoyaq. 2-nin kvadratı çıxılsın. A plus 1 vurulsun 2-yə. Üzərinə gəlsin. A çıxılsın 4 bərabərdir 0-a. Olacaq 4 çıxılsın 2A çıxılsın 2 plus A minus 4 bərabərdir 0-a. 4'lər getdilər. Olur mənfi A minus 2 bərabər 0-a. A da buradan bərabərdir nəyə? Mənfi 2'yə. A'mızı tapdıq bizim mənfi 2'dir. A əgər mənfi 2'dirsə, gətirib burada yerinə qoyaram. A'nı qoyaram. Onda fx belə olacaq. X'in kvadratı A'nın yerinə mənfi 2 qoyaram. Olacaq plus x. A'nın yerinə mənfi 2 qoysam olacaq minus 6. Bax, funksiyamız bu formadadır. X kvadratı plus x minus 6 formasındadır. Bu bizim funksiyadır. Adam mənə özü yazıb ki, absis oxunu A və B nöqtələrində kəsir. Absis oxunu kəsəndə y 0 olur. Ona görə x kvadratı plus x minus 6'nı 0'a bərabər edirsən. Buradan kökləri tapırsan ki, köklərin biri 2'dir, biri də mənfi 3'dür. Zaten birini 2-0 özü verib, diğerində sən tapdın ki, B nöqtəsinin koordinatlarında sən tapdın ki, mənfi 3 0'dır. Və C nöqtəsi ordinat oxunu C nöqtəsində kəsir. Ordinat oxunu kəsən nöqtə ümumiyyətlə AX kvadratı üzərinə gəlsin BX plus C'də. Ordinat oxunu kəsən nöqtə 0C nöqtəsi. Bunun ordinat oxunu kəsən nöqtəsi 0 mənfi 6 nöqtəsi. Bizdən soruşur ki, B və C nöqtələrinin absislərinin cəmini tapın. Absislərin cəmini soruşur. B'nin absisi mənfi 3'dür. C'nin absisi 0'dır. Zaten C nöqtəsinin ordinat oxunu kəsən nöqtə olduğu üçün absisi 0'dır. Mənfi 3 ilə 0'ın cəmi mənfi 3. Burada cavabımız mənfi 3. 54 nömrəli sual. Vektorların skalyar hasilini tapın. AB vektoru dediği üçün, ox B'nin üstündə olduğu üçün B'dən A'nı çıxmaq lazım. 2'dən çıxırsan mənfi 1'i. AB vektorunu tapanda. 2'dən çıxırsan mənfi 1'i. 3'dən çıxırsan 4'ü. Olur AB vektorunun koordinatları. 2'dən mənfi 1 çıxanda 3. 3'dən mənfi 4 çıxanda mənfi 1. AC vektorunun koordinatları. Ox C'dədir. C'dən A'nı çıxmaq lazımdır. Bu C'dən A'nı çıxırsan. Olur AC vektorunun koordinatları C'dən A'nı çıxırsan. 5'dən çıxırsan mənfi 1'i. Mənfi 6'dan çıxırsan 4'ü. Olur AC vektorunun koordinatları 6 ilə mənfi 10. Bax, bu AC vektorunun koordinatları, bu da AB vektorunun koordinatları. Onların skalyar hasilini deyir. İki vektorun skalyar hasilini deyəndə, onların uyğun koordinatlarının hasillərinin cəmi. Yəni, AB vektoru vurulsun AC vektoru, bərabərdir 3'ü vurursan 6'ya, 18. Üstünə gəlirsən, mənfi 1'i vurursan mənfi 10'a, yəni 10. Cavab eləyəcək 28. Yəni bu sual üçün də cavab 28'dir. 28. Və gəldik biz sonuncu suala. Bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi budur. Silsilə fərqini tapın. Ədədi silsilədə belə bir xassə var ki, B1, B2, B3'dürsə, ortadakının kvadratı qonşularının hasilidir. Yəni bu ortadakının ardıcıl hədlər deyil. X kvadratı çıxılsın 1'in kvadratı bərabərdir qonşularının hasili. Üzr istəyirəm, həm də silsilədir bu. Lənət şeytana bağışlayın dostlar. Bütün hədlər ədədi silsilə. Ədədi silsilənin belə bir xassəsi var. A1, A2,
A3 ortadakinin qonşularının ədədi ortası. Yəni bununla bunun ədədi ortası. Bu bayaq dediyim xassə həndəs silsilə aid. Vəssalam, həll elə getsin. Çarpaz vurdun, qutardı söhbət. 2 dənə x kvadratı çıxılsın 2 bərabərdir x plus 3x, yəni 4x plus 4. Olacaq 2 dənə x kvadratı minus 4x minus 6 bərabər 0-a. 2-yə bölsək x kvadratı minus 2x minus 3 bərabərdir 0-a. Gəldik bura kimi. Burada da bizim köklərimiz x minus 3, x plus 1 bərabərdir 0-a. X bərabərdir 3-ə, x bərabərdir mənfi 1-ə. Adam deyir ki, silsilə fərqini soruşur. Hədləri müsbət olan deyir. Müsbət olan deyirsə 3-ü götürərsən. 3-ü götürsən, buraya eləyəcək 3. Buraya eləyəcək 8. Çünki 3-ün kvadratından 1 çıxırsan. Buraya eləyəcək 3 dəfə 3, 9, o da 4. 13. Silsilə fərqini tapın. Görsən də neçə artır bu? 5%. Silsilə fərqi 5. Burada cavabımız 5. Kifayət qədər geniş izah eləməyə çalışdım uşaqlar. Bu qədər sizə uğurlar. Uğur sizinlə olsun. Uğurlar.